İndi gəldik bax Tarıq surəsi 7-ci ayədə. Sən mən şimdi tapılmadım. Bu Tarıq surəsi 7 deyir ki, sperm beldən çıxır. Səncə? Məncə haqlı. Haqlıdır. Onda gəl sənə razılaşaq. Mən iman eləməyimi istəyirsən İslama. Təbii ki də hə. Əhsən, güvənirsən İslama. Bəli. Əhsən. Onda gəl səni axtarayaq. Sən axtarayandan sonra sən spermanda bir problem olmasa iman eləməyən köpə olur. Mən bir şey Razısan. deyəcəm belə. Nə deyim sən? Mən heç bir şey deyəm. Güvənmirsən dinivə. Güvənirəm. Ay sol, onda səni axtarırıq. Səni axtarırıq. Kəndisi olur. Sən axtarayandan sonra əgər səndə sperm problemi olmasa, mən sənə dinivə iman gətirəcəm. Söz. Sizin dediyiniz heç bir şey əsaslanmır. Siz sadəcə deyirsiniz. Ay qaqa, qorxmursan, risk. Demirsən güvənirəm. O söhbət deyil. Ay su güvənirsənsə ki, sperm beldən gəlir, o zaman sənin xəyallarının spermi ilə heç bir əlaqəsi yoxdur. O spermanın ifrazında problem olmayacaq. Mən deyirəm sizə, axtarıyaq səni, əgər sənin spermində cinsel yeteneğində bir dəyişiklik olmasa, mən iman edəcəm, nə var? Başqa şey. Həqiqətən bu yanaşmalar düz deyil. Heç kim düz Qaqaş, cəsarətli ol. Ya güvənirsən ya da güvənmirsən. Güvənirsən dinivə. Mən dinimə güvənirəm. Niyə güvənirəm? Çünki Allah deyir ki, məsələn, öləndən sonra cənnət və cəhənnəm var. İnsanlar cəhənnəmdən qorxdular. Cəhənnəmdən qorxdular. Allah'a inanmadılar. Bu arada deyirəm, cənnətə nə vəd edirsiniz? Mən deyirəm, bəlkə mən xoşuma gəlmir. Cənnətdə sizə hurilər. Öz dilində Hurilər. Tomurcaq məməli hurilər. Hə, olmadı şey. Ancaq Niyə elə deyir? Mənə bax, sən düşünürsən ki, bütün kainatın yiyəsi sən tomurcaq məməli huri verib oturub sevişməyə baxacaq orada. bir yanaşma düz deyil. Ay qaqaş, sən düz deyil. Kəranı zad doğru, şərab verəcəm, meyvə verəcəm, huri verəcəm. Hələ bir də şeytan zaten da bəhs edir. Hər kəsə salam əziz dinləyicilər. Yenə biz və yenə də Cəhalətlə Mübarizə podkastımız. Salamlar. Görürəm bu gün də üzündə o məşhur istehzalı təbəssüm var. Deyəsən bizim sosial şəbəkə filosofu Çevik bəy yenə qeyri-adi kəşflərə imza atıb. Özü də necə kəşflər. Bu dəfə adam elmi, teoloji faktları bir kənara qoyub, sırf qarşı tərəfi emosional dalana dirəmək üçün küçə leksikonuna, vulqarlığa keçib. Atalarımız nahaq yerə deməyib ki, elmi bitənin söyüşü başlayar. Məntiqi tükənən adam həmişə aqressiyaya və vulqarlığa sığınır. Nə deyib yenə? Deməli iddia edir ki, Tariq surəsi 7-ci ayədə spermanın xayalardan deyil, beldən gəldiyi yazılıb və güya bu tiblə ziddiyyət təşkil edir. Sonra da o dahi saman adam xətasını edir. Deyir ki, əgər buna inanırsansa, gəl səni axtalayaq görək belindən nəsə gəlirmi? Sən zarafat edirsən. Adam doğrudan axtalayaq sözü ilə elmə meydan oxuduğunu zənn edir. Bax bu, cəhalətin ən təhlükəli növüdür. Cəsarətli cəhalət. Gəl bu biabırçılığı elmi şəkildə, yəni embriyologiya ilə çürüdək. Diqqətlə dinləyirəm, çünki bu məsələ çox adamın qafasını qarışdırır. Tibb nə deyir bu barədə? Çevik tibb fakültəsinin yanından belə keçmədiyi üçün bilmir ki, insan rüşeyminin inkişafı zamanı həm kişi, həm də qadın reproduktiv orqanları elə xəyalarda və ya çanaqda yaranmır. Ana bətnində bu orqanlar ilkin olaraq tam da ayədə qeyd olunan yerdə, yəni qarın boşluğunun arxasında, böyrəklərin tam yanında formalaşır. Yəni məhz onurğa, başqa sözlə sulb və qabırğalar, yəni təraib arasında. Tamamilə doğrudur. Hamiləliyin son aylarına doğru isə bu orqanlar yavaş-yavaş aşağıya doğru enirlər. Yəni, insanın bioloji yaranış materialının təməl mənşəyi anatomik olaraq məhz ayənin işarə etdiyi bölgədir. Üstəlik, yetkin insanda belə o sistemi qanla təmin edən testikulyar arteriyalar və boşalmanı idarə edən sinir mərkəzləri məhz onurğa beynindən, yəni beldən gəlir. Çevik elə bilir ki, insan bədəni zavoddan hazır çıxıb, keçmişi yoxdur. Bəs o axtalamaq məntiqsizliyinə nə deyirsən? O, ucuz bir manipulyasiyadır. Çevik öz xəyalında yanlış bir senari uydurur, sonra da o senariyə hücum edir. Din heç yerdə xəyaların funksiyası yoxdur, demir axı. Ayə yaranışın kökündən, ilkin embriyoloji mənşəkdən bəhs edir. Məncə buna çox gözəl bir bənzətmə etmək olar. Təsəvvür et, bir çayın mənbəyi yüksək bir dağdır. O su gəlir, dərədəki bir hovuzda toplanır və oradan ətrafa yayılır. Ay sağ ol. Və kimsə gəlib o hovuzu uçuranda, sən deyə bilməzsən ki, gördünüz, suyu kəsdim, deməli bu çayın mənbəyi dağ deyilmiş. Sən sadəcə mexanizmin toplanma stansiyasını məhv etdin, mənbəyini yox. Amma cahilə söz anlatmaq, dəvəyə xəndək atlatmaqla çətindir. Çox dəqiq misaldır. Videonun ikinci hissəsində isə lap fəlsəfi faciə yaşanır. Cənnət təsvirlərini, o huriləri, şərabı lağa qoyur və deyir ki, kainatın yaradıcısı oturub sizin sevişməyinizə baxacaq. Ah, bu ibtidai düşüncə. Cənnət
insan zehninin bu dünyada heç vaxt təcrübə etmədiyi metafizik, fərqli bir reallıqdır. Onu insanlara izah etmək üçün məcburən dünyəvi simvollardan istifadə olunmalıdır. Çevik bu metaforik dili hərfi mənada oxuyur. Ən böyük absurdlardan biri də Tanrını insanlaşdırmasıdır. Tövhid inancına görə yaradıcı zaman və məkandan, fiziki formadan tamamilə uzaqdır, münəzzəhdir. Bəli, ateist Çevik əslində İslamın transcendent Allahını inkar etmir. O beynində qədim Yunan mifologiyasındakı kimi buludların üstündə oturan, hadisələri izləyən saqqallı, insana bənzər bir Zevs karikaturası yaradıb. Sonra da o uydurma karikaturaya gülür. Öz xəyalındakı bütü sındırır və elə zənn edir ki, kainatın xaliqini elmi yolla təkzib etdi. Nəticə etibarilə ortada obyektiv elm yoxdur. Sadəcə embriologiyadan bixəbərlik, dini mətnləri təhrif etmə və tamaşaçının emosiyalarına hesablanmış ucuz şovlar. Tam olaraq belədir. Dəli bir quyuya daş atdı, biz də onu elmdən çıxardıq. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Özünüzü cəhalətdən qoruyun. Hələlik. Sağ olun, elm və məntiqlə qalın.